Salam əziz uşaqlar və valideynlər. Artıq fevralın 2-si olduğuna görə bütün siniflərin ikinci yarım il üzrə həm iş dərsliklərin, həm də iş dəftərlərinin tədrisinə başlamışıq. Ona görə də mən də kömək məqsədi ilə riyaziyyat 2-ci sinifin ikincisi iş dəftərinin izahını vermək qərarına gəldim. Burada 7-ci bölmədəyik biz və 7-ci bölmədə çıxma onluğun ayrılması mövzusudur. Biz onluğun ayrılması nə zaman baş verirdi? Hər zaman. Onluğu biz o vaxt ayırırdıq ki, təklikləri çıxan zaman necə oldu uşaqlar? Təkliyimizin çıxılan təklik azalan təklikdən böyük olduğuna görə biz məcbur onluqdan bir pay götürürdük. Biz ona borc götürürdük deyirdik. İndi gəlin biz onu tapşırıqlar üzərində işləməklə bilgilərimizi möhkəmləndirək. Burada yazılar qalıb bunu pozaq. Aha. Deməli, gəlin başlayaq uşaqlar. Bizə deyir ki 35 çıx 8. Gəlin yazaq bura. 35 çıx 8. 35-dən 8 çıxmaq üçün mən 5-dən 8-i təklikləri ilk öncə çıxmalıyam. Və mən 5-dən 8 çıxa bilmədiyimə görə 3-dən bir onluq götürürəm, oluram neçə? 15. 3 özü isə bir dənə azalır, olur neçə? 2. Və 15-dən 8 çıxanda neçə qalır? 7. Burada qalmışdı 2. 2 də özünü eləyir, düşür aşağı. Çünki onun başqa çıxması yoxdur. Burada isə uşaqlar 24-dən 7 çıxacaq. Və təbii ki, yenə də 4-dən 7 çıxa bilmədiyimə görə 2-dən bir onluq götürəndə mən oluram burada 14. Bu 2-dən isə bir dənə azaldığına görə olur 1. 14-dən 7 çıxanda cavab elə olur 7. Burada 2-dən 1-in vermişdik. Bu 1-in özünü ona görə düşürdürəm ki aşağı. Çünki burada çıxılmağa onluq yox. Ona görə özü düşür aşağı. Daha sonra 42-dən çıxacağım. Nəyi? 6. 2-dən 6 çıxa bilmirəm. Bir onluq götürürəm 4-dən. Oluram 12. Və 4-dən də bir onluq verdiyimə görə burada cavabım olur 3. 12-dən 6 çıxanda yerdə qalır elə 6. 3 də olduğu kimi düşür aşağı. Cavab olur 36. Keçək növbəti tapşırığımıza. Tapşırığımızı qaldıraq yuxarı. Burada bizə nə verir? Bir dənə gözəl bir cədvəl var. Və bu cədvəldə bizə nə deyir? Çıxma əməlini yerinə yetirin, daha sonra cədvəli tamamlayın. Gəlin ona görə də biz birinci tapşırığı işləyək. Gəlin baxaq. Burada deyir ki 42-dən 8 çıxanda onluq ayrılırmı? Yazıb ki, bəli, düzdür. 42-dən 8 çıxmaq üçün bir onluq borc götürüb, 42-dən 8 çıxan, 12-dən 8 çıxıb, alıb təkliyi, yəni fərqi burada 4. 4-dən də bir onluğa gedib deyə qalıb burada 3. Və bəli, onluq ayrılır. İndi növbəti misalları gəlin biz yoxlayaq. Yazaq bura 57 çıx 6. Uşaqlar 7-dən 6-nı biz asanlıqla çıxa bilirik. Çünki 7 6-dan böyükdür. Cavab olur 51. Burada uşaqlar heç bir onluq ayrılmır. Ona görə də bura yazacaq ki, xeyr. Yəni onluq ayırmağa ehtiyac qalmadı. Və cavabımız neçə oldu? 51. Gəlin keçək növbəti misala. 70 çıx 2. 0-dan 2 çıxa bilmirəm. Ona görə 7-dən bir onluq götürəndə oluram 10. 7 isə azalır olur 6. Bunu burada öncədən qeyd etmək lazımdır ki, uşaqlar. Sonra misal işləyən zaman çaşmayasınız. 10-dan 2 çıxanda cavab olur 8. 6 isə olduğu kimi düşür aşağı. Cavab olur neçə? 68. Və yeni onluq ayrıldı mı? Bəli, ayrıldı. Yazırıq ki, bəli. Sonra keçirik digər misala. 28 çıx 9. 8-dən 9 çıxa bilmədiyimə görə 2-dən bir onluq götürürəm təbii ki. Oluram 18. Və 2-dən də bir onluq götürdüyümüz üçün 2 özü də azalır, olur 1. Deməli 18-dən 9 çıxanda elədi elə 9. 2-dən də bir onluğun vermişdik və o da 1 oldu. Deməli burada yeni onluq ayrıldı mı? Bəli, ayrıldı. Yazırıq bəli. Cavabımız da 19. Yeni onluq ayrıldı. Sonuncu misalımıza baxırıq. 33 çıx 5. 3-dən 5 çıxa bilmirəm. Ona görə də onluq olan 3-dən birini götürəndə oluram neçə? 13. Və 3 özü azalır, olur neçə? 2. 13-dən 5 çıxanda eləyir neçə? 8. Yazıram 8. 3-dən 1 getmişdi, azalmışdı, olmuşdu. 2 yazıram bura. 2. Cavabı neçə oldu? 28. Və yeni onluq ayrıldı mı? Bəli, ayrıldı. Bax belə uşaqlar, bu bizim ikinci tapşırığımız oldu. İndi keçirik növbəti misalımıza. Fərqi tapmağımızı istəyir. Gəlin baxaq görək. Fərqi necə tapacaq? Fərqi tapanda uşaqlar görürsünüz ki, burada 30-dan 8 çıxmaq üçün 0-dan 8 çıxa bilmirəm. 3-dən bir onluq alanda oluram neçə? 10.
3 isə bir vahid azalanda olur 2. Ondan 8 çıxanda neçə alıram? 2. Bir də 2 yuxarıdakı 2 özü düşür, olur 22. Deməli 60-dan 3 çıxanda 0-dan 3 çıxa bilmirəm. Altdan bir onluq götürəndə oluram 10. Ondan 3 çıxanda oluram 7. 6 isə azalmışdı, olmuşdu 5. Bu da elə yazıram 5, cavab olur 57. Daha sonra 0-dan 2 çıxa bilmirəm. 5-dən yenə bir onluq götürürəm, oluram 10. Ondan 2 çıxanda alıram 8. Burada isə artıq 4 qalmışdı. Burada yazıram 4. Çünki onluğun başqa çıxmamız yoxdur. 72-dən 7 çıxanda 2-dən 7 çıxa bilmirəm. 7-dən bir onluq götürürəm. Yəni 70-dən bir onluq götürürəm. 12-dən 7 çıxıram. Olur neçə? 5. 7-dən bir onluğumu vermişdim. Burada elə 6 yazdım. Daha sonra 61-dən 3 çıxan zaman 1-dən 3 çıxa bilmirəm. Altdan bir onluq götürürəm. Oluram 11. 11-dən 3 çıxanda olur burada 8. Altdan bir onluq vermişdim. 5 qalmışdı. Burada yazıram 5. Sonra 3-dən 5 çıxa bilmirəm. Yəni 63-ün 3-ündən 5 çıxa bilmirəm. 60-ın özündən bir onluq götürürəm. Oluram 13. 13-dən 5 çıxanda olur burada 8. Burada birini vermişdik deyə qalmışdı 5. Burada yazıram 5. Cavab olur 58. 84-dən 7 çıxan zaman 4-dən 7 çıxa bilmədiyimə görə yenə 8-dən öz onluq qonşumdan bir borc alıram. Oluram 14. 14-dən 7 çıxanda elə olur 7. 8-dən 1-in verəndə isə mən artıq 7 olmuşdum. Burada onluq yerinə 7 yazırıq. Burada isə 70-dən 4 çıxmağımız istəyir. Yəni 0-dan 4 çıxa bilmirəm də 7-dən 1 onluq verəndə olur 10. 10 burada 6 olur artıq. Onun azaldığını uşaqlar tez qeyd edin ki, daha sonra çaşa bilərsiniz. Ondan 4 çıxanda cavab qalır burada 6. Bu isə elə 6 düşür aşağı. Bax belə. İndi gəlin keçək buradakı tapşırığımıza. Ədədləri alt-alta yazmaqla fərqi tap. Birinci nümunəni özləri bizə göstəriblər. Gəlin biz də digər nümunəni onlar yazan kimi yazaq. Digər tapşırıqlarda eyni bu nümunədə kimi işləyək. 80-dən 7 çıxmağımızı istəyir, düzdürmü? 0-dan 7 təbii ki çıxa bilmirəm. 8-dən bir onluq götürəndə burada qalıram neçə? Oluram daha doğrusu 10. Bu 8 artıq gedir. Olur neçə? 7. Bu 0 da gedir. Deməli mən 10-dan 7 çıxacağam. Olacaq neçə? 3. Və 7 düşəcək aşağı. Çünki 7-nin çıxması yoxdur. Başqa onluq yoxdur ki, mən onu çıxım. Əgər orada olsaydı 17, onda 7-dən 1 çıxa bilərdim. Amma indi yoxdur. İndi 63 çıx 9. Yazdım bura 9. 6-dan bir onluq götürürəm. Oluram 13. Yazıram bura 13. Bu isə olur artıq neçə? 5. Və bu 6-nın da 3-ün də üstündən xətt çəkirəm. 13-dən 9 çıxanda qalır burada 4. Burada aşağı yazıram 5. 5'imiz biraz səliqəsiz oldu. Bir də bunu qoy silim, düzəldim. Sonra 34-dən 7 çıxmağımızı istəyir. Və biz 4-dən 7 çıxa bilmirik. 3-dən 1 onluq götürəndə burada olur 14. 3 isə bir də vahid azaldığına görə 2 qalır. Deməli bu 3 ilə 4-ün üstündən xətt çəkirik. 14-dən 7 çıxanda cavabı 7 burada. 2 də düşür aşağı, cavabı olur 27. Sonra 72-dən 8 çıxmaq üçün 7-dən 1 onluq götürməliyəm ki, 12-dən 8 çıxım və 7 də azalıb 6 olur. 7-dən 2 çıxırıq. 7-dən 2-ni çıxırıq. 12-dən 8 çıxanda cavab qalır burada 4, bu isə 6. Bax belə. Daha sonra isə uşaqlar keçək burada səhifəmizin sonuncu tapşırığına. Çıxılanı hissələrə ayırmaqla fərqi tap. Uşaqlar nümunədə gördüyünüz kimi nə edib? 62-dən 6-nı çıxmaq üçün nə edib? Əvvəlcə 6-nı, yəni çıxılanı parçalayıb 2 hissəyə. Amma istənilən bir hissəyə ayırmayıb. Elə ayırıb ki, asanlıqla onluq yaradıb, yəni 60-a bərabər eləyib, daha sonra çıxıb. İndi baxın, gəlin bunun üzərində işləyək bizdə. 83-dən 7 çıxıram. Bu 7-ni 83-dən mən 4-dən 3 kimi də çıxa bilərəm, 2-dən 5 kimi də çıxa bilərəm, 5-dən 2 kimi də çıxa bilərəm və s. Amma mən baxıram nəyə baxım? Bura, 3-ə baxıram. Bu 3-ü çıxmalıyam ki, 80-ə bərabər olsun. Ona görə 7-nin bir hissəsini eləyirəm 3. 7-nin bir hissəsi 3-dürsə, təbii ki, digər tərəfi 4 olmalıdır. Çünki 3-dən 4 toplandığı zaman bax bura bərabər olmalıdır. Sonra nə edirəm? Yazıram. 83 çıx 3 bərabərdir neçə? 80. Daha sonra isə 80-dən çıxacam nəyi? 4. Bərabər olacaq neçəyə? 76-ya. Uşaqlar, əvvəlcə 3-ü ona görə çıxdım ki, 80-ə bərabər elədim. Daha sonra isə 7-ni parçalamışdım 2 hissəyə, 3-ünü çıxdım. Daha sonra isə 4-ünü də çıxdım. Cavab oldu neçə? 76. Şimdi gəlin baxaq bura. Burada da 9-u parçalamalıyam. Amma əvvəlcə nəyə baxıram? 5-ə baxıram. Bu 5-ə baxan zaman məcbur 9-un birinci hissəsini 5 eləyirəm. Daha sonra 4 eləyirəm. Gəlin indi ona görə də əvvəlcə 55-dən birinci 5-i çıxaq. Bərabər eləyək nəyə? 50-yə. Daha sonra isə 9-u parçaladığımız 2 təklikdən 5-i çıxandan sonra 50-dən də 4-ü çıxaq. Alaq neçə? 46. Cavabımız oldu neçə? 46.
Sonuncuya baxaq. 70-dən 8 çıxan zaman burada 3-ü görürəm. Ona görə 8-i 2 hissəyə ayıran zaman bir hissəni 3, bir hissəni isə 5 kimi götürürəm. Sonra misalımı işləməyə başlayıram. 73-dən əvvəlcə 3-ü çıxıram. Alıram neçə? 70. Daha sonra isə 70-dən də çıxıram nəyi? 5-i alıram 65-i. Bax belə. Bunun davamı var. Uşaqlar, bu misalların davamı var. Səhifəmizdə növbəti səhifədə gəlmişdi. Misalları ədəd oxumda təsvir etməklə həll et. Deməli, 53-dən 7 çıxmalıyım. 53-ü artıq burada özləri göstərirlər. Çıxma olduğuna görə mən nə edəcəm? Geri getməliyəm. Neçə addım geri getməliyəm? 7 addım. Gəlin gedək. 1 addım, 2 addım, 3 addım, 4 addım, 5, 6 və 7 addım. Bunu da saysaz görərsiniz ki, 1, 2, 3, 4, 5, 6 və 7 addım geri qayıtdım. Gəldim oldum neçə? 46. Deməli, 53-dən 7 çıxsam alacam neçə? 46. İndi növbətiyə baxaq. Ədədini qoşuram 95-in üzərində və 95-dən 9 çıxmamızı istəyir. Təbii ki, yenə çıxma olduğuna geri gedəcəm. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Gəldim neçəyə çatdım? 86-ya. Deməli, 95-dən 9 çıxsam alaram neçə? 86. Bax belə. İndi görək burada bizdən nə istəyir. Misalları həll et. Çıxma əməlinin cavabı yanındakı hərflə işarələrə. Aşağıdakı cədvəldə hər ədədin altında uyğun hərfi yazmaqla sözü tap. Gəlin baxaq. Əvvəlcə 22-dən 6 çıxanda neçə eləyəcək? 22-dən 6 çıxırıq. 22-dən 2, 20-dən də 6 çıxan cavabı 14. 16. 22-dən 6-nın cavab qalır 16. Baxırıq 16 D hərfidir və burada 16 cavablarsa burada görürük ki 16. Bunun altına yazırıq ki bu. Sonra 73-dən 9 çıxıram. 73-dən 9 çıxanda 70-dən 3-ünü çıxıram. 70-dən də 6-sını çıxıram. Yerdə qalır 64. 64 Q hərfidir. Gəlin yazaq bura Q. Biraz pis oldu. Sonra 55-dən 7 çıxıram. Cavab qalır neçə? 48. 48 U hərfidir. Bura yazıram U. Sonra 46-dan 8 çıxıram. Cavab qalır 38. 38 də I hərfidir. Gəlin bura yazaq İ-ni. Sonra 84-dən 5 çıxanda cavab qalır 79. 79 isə O hərfidir. Sonra 64-dən 7 çıxanda cavab qalır neçə? 57. 57-ci bu misalın cavabı olduğuna görə 57-yi də bura yazaq. Hansı söz aldıq uşaqlar? Kuboid. Kuboid sözü misalların cavabını alındı bizdə. Gəlin baxaq. 8-ə baxaq hələ əvvəlcə. 8-də Lalə 43 balıq qulağı yığdı. Samirin yığdığı balıq qulaqları bundan 5 dənə azdır. Deməli, əvvəlcə bizdən Samir neçə balıq qulağı yığdığını soruşur. Biz bildik ki, Lalə 43 dənə balıq qulağı yığıb, amma Samir Lalədən az yığıb. Neçə dənə? 5 dənə az yığıb. Gəlin əvvəlcə Samirin nə qədər balıq qulağı yığdığını tapaq. Bunun üçün də 43-dən çıxacaq nəyi? 5-i. Olacaq neçə? 38. Bu bizim birinci misalımızın, sualımızın misali cavabıydı. İkinci sualda bizə nə deyir? Uşaqlar cəmi neçə balıq qulağı yığdılar? Deməli, biz Laləni bilirdik 43-dür. Amma Samiri bilmirdik. Samiri də artıq tapdıq ki, 38-dir. İndi iki uşağın cəmini tapmaq üçün Lalə və Samirin balıq qulaqlarının cəmini hesablayacaq. 43-dən 38 toplayacaq. Olacaq neçə? 81. Cavab yerində yazacaq ki, 81. Bax belə. Qalxaq yuxarı, görək burada nə var. Ədəd tərəzisinin gözləri bərabərləşib, sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Deməli, uşaqlar, əgər tərəzinin gözləri bərabərləşibsə, hansı ədəd olmalıdır? Bura yazıb 57, burada isə yazıb 9 və mən nə etməliyəm? 9-un üzərinə neçə gəlməliyəm ki, 57-yə bərabər olsun. Bunu da tapmaq üçün mən 57-dən nə edəcəm uşaqlar? 9-u çıxmalıyam ki, oradakı ədədi tapa bilim. Bunu çıxma. Aha, 17 olacaq, çünki 7-dən 9 çıxa bilmirəm, 5-dən 1 onluq götürürəm. 17-dən 9 çıxanda burada qalır 8, 5-dən də 1 onluq vermişdim, qaldı burada 4. Deməli, bu sualın yerində, bu sual dairənin yerində olmalıdır 48. Sonra 43 ilə 48 ilə 35, burada da tərəzinin B variantı olan gözündə, digər gözündə isə 7 var və sual işarəsi. Deməli, mən bunun üçün nə etməliyəm? Bu tərəzinin əvvəlcə gözündəki qiymətləri toplamalıyam. Yəni 48 ilə 35-i əvvəlcə toplayacağam. Bərabər qoyacağam. Tapacağım əvvəlcə. Burada 3, bir yadda. Bu isə 83. Daha sonra isə uşaqlar 83-dən 7-ni, 83 dedim, 87 yazdım. 83-dən isə 7-ni çıxacağım ki, yenə də uşaqlar 3-dən 7 çıxa bilmirəm də 1 onluq götürürəm. Burada olur 6, burada isə qalır 7, 76. Deməli, bu sualın da yerinə 76 yazacağım. İndi bu tərəfə baxıram. 27, 3, 6. Bunlar neçə eləyəcək? Üçünü bir yerə toplasaq olacaq 36, düzdürmü? Yəni bu 36-dır, bunlar hamısı üçü birlikdə. Burada isə 8 verib. 8-i tapmaq üçün, daha doğrusu 8-in yanında hansı
ədədin olduğunu tapmaq üçün 36-dan 8 çıxacam. Burada qalacaq 8, burada qalacaq 2. Deməli neçə olmalıymış? 28 olmalıdır. Bax belə. Hələlik inşallah növbəti izahlarda görüşənədək inşallah sizin hər biriniz üçün yararlı oldu.